Salam kuşbaza. Bugün yenə bir cavan mayamızdır. Yumurtaya bilmir, əziyyət çəkir. Başa salılan nətər eləyirlər. Bilməyənlər, yəni kuşu yumurtlayanmayanda yumurta açsın. Diqqətlə olun. Alt hissəsi var. Yumurtanın ucuna toxunursunuz buradan. Ucundan yavaş-yavaş basıb sürümsüdüb yuxarı qaldırırsınız. Bərk basmırsınızsa, güc verib yumurtanın içində qırmırsınız. Elə eləyirsiniz ki, sürüşsün. Hiss eləyirsən ki, yavaş-yavaş yuxarı gedir. Yəni əlinlə onu hiss eləməlisən də, əldə hissiyyat olmur. Adam var, hozu kimi basır. Xırda-xırda, yavaş-yavaş basa-basa gətirirsən uca, görürsən yox, belə olur. Arada belə basmır. Pərdəsi çox qalındır, ona görə bu yumurtlayanmır. Buradan belə acı dırnağınızla ucuna köməkli eləyirsə açılır. Görürsünüz, ucu göründü, açıldı. Hələ belə çətin olmamışdı. Belə çıxdı. Bu da yumurtası. Bu da özü yığılıb gedir içəri. Fisya. Yığıldı getdi. Vəssalam. Yəni bu üsulla eləyə bilərsiniz. Sadəcə güc verməyin ki, yumurta qırılmasın.